Belə bir suala baxıram. Ən çox qarşımıza çıxan sual tiplərindən. A çıxılsın 4 bölünsün kökə bərabərdir 17 olarsa, A çıxılsın 4 kökəni tapın deyir bizə. Bunu sadələşdirək. A çıxılsın 4 bölünsün kök A bərabərdir. 17-ni yazıram 16 üstəgəl 1 kimi. Buradan da A çıxılsın 16 bərabərdir. 1 üstəgəlinsin 4 bölünsün kökə. 16-nı sola, 4 bölü kökəni də sağa keçirdik. A minus 16-nı yazıram. Kökə açıq 4 vurulsun kökə plus 4 kimi parçalayıram. Bərabərdir. Bunu da ortaq məxrəcə gətsək kökə da kökə plus 4 eləyir. Buradan kökə plus 4-lər ixtisar gedir. Qalır kökə minus 4 bərabərdir 1 bölünsün kök A-ya. Bunu da hər tərəfini kök A-ya vursaq olacaq. Kökəyə vuranda A çıxılsın 4 kökə bərabərdir 1-ə. Bizdən də elə nəyi soruşurdu? A minus 4 kökəni soruşurdu. Biz də elə bunun hazır qiymətini 1 tapdıq.